Pul azadlıq vermir, amma yoxluğu mütləq köləlik yaradır. Arthur Schopenhauer deyirdi ki, insan azad olduğunu düşünür, amma əslində ehtiyacları onu idarə edir. Yəni, ac olanda, qorxanda, çarəsiz qalanda insan azad ola bilməz. Pul azadlıq deyil, pul səni xoşbəxt etmir. Schopenhauer buna açıq deyirdi. Pulun yoxdursa, sən seçim edə bilmirsən. İstəmədiyin işdə işləyirsən, istəmədiyin insanlara dözürsən. Susursan, çünki danışsan itirəcəksən. Bu azadlıq deyil, bu məcburiyyətdir. Schopenhauer deyirdi ki, insan həyatı ağrı ilə darıxmaq arasında keçir. Pul bu ağrını yox etmir, sadəcə biraz sakitləşdirir. Pulun yoxdursa, hər gün eyni qorxu ilə yaşayırsan. Sabah nə olacaq? Bu qorxu insanı dəyişir, səni səbirli etmir, səni əyir. İnsanlar deyir ki, pul hər şey deyil. Doğrudur. Amma pulsuzluq hər şeyi əlindən alır. Schopenhauer deyirdi ki, insan əxlaqlı olmur, sadəcə vəziyyətə uyğun davranır. Pulun varsa, sən dəyişmisən deyirlər. Amma sən dəyişməmsən. Sadəcə artıq məcbur deyilsən. Schopenhauer bir şey deyirdi. İnsan başqalarının fikrinə çox bağlıdır. Pul bu asılılığı tam qırmır. Amma səni biraz rahatladır. Pul xoşbəxtliyi vermir. Çünki xoşbəxtlik deyilən şey çox vaxt yalandır. Schopenhauer buna inanırdı. Amma pulsuzluq realdır. Ağrısı da realdır. Pulun yoxdursa, sən hər şeyi qəbul etməyə başlayırsan. Bunu şükür adlandırırsan. Bunu taleyimdir deyirsən. Əslində isə sadəcə öyrəşirsən. Pul azadlıq deyil, amma onun yoxluğu səni susmağa, dözməyə, əyilməyə məcbur edir. Bu isə səssiz köləlikdir. Baxın dostlar, yəni mən sadəcə olaraq demək istəyirəm ki, məsələn, bugün bizi İlham Əliyev məhz bu hala gətirmək istəyir. Və haradasa bəlkə də fikirləşir ki, artıq o hala gəlmişik. Yəni İlham Əliyev bugün son olaraq məhz 2025-ci ildə, yəni artıq ilin sonuna yaxın, yəni bu boyda adamların tutulması, bir dənə də ümumiyyətlə siyasi dustaqların olması ilə bağlı, yəni uydurduqları ki, bizdə ümumiyyətlə siyasi dustaq yoxdur məsələsi, bir daha bunun təzahürüdür ki, yəni İlham Əliyev tam həmən məsələyə, yəni insanların kölə vəziyyətinə salınması üçün yəni gördüyü işin ən son nəticəsidir məhz bu pulsuzluq. İndi mənim yadıma düşür ki, biz hələ, mən yadınızdadır sizə demişdim. Deməli, 2010-cu ildə dostlar, 2010-cu ildə təsəvvür edeyim, bizdə mən onda ASTV-də işləyirdim, yəni sonuncu il idi. Orada bir məsələyə rast gəldim, inanın ona kimi mənim ağlıma da gəlməzdi ki, belə bir şey olsun. Orada hamıya tapşırılmışdı. Tapşırılmışdı ki, insanlara, hətta televiziyada işləyən, deyək ki, rejissor, redaktor, operator, yəni bu yaradıcı heyətdir də, burada, ümumiyyətlə, burada heç vaxt maaş filan söhbəti olmuyor. Yəni, kim nə qədər çalışır, işləyir, əlavə, yəni qanararla. Maaş təkcə işə gedib gəlmək, Sovetlərin vaxtında gedirdin, salam mülkə salam verirdin, məsələn, deyək ki, o minimum əmək haqqı şəklində nə qədər 120 manat idi də, 120 manatını alırdın. Əlavə də əgər sən veriliş edirsənsə, yəni həmən pulu, məsələn, deyək ki, bir verilişin də aylıq bir qanararı 70 manat idi o vaxt. Yəni bu elə belə studiyini veriliş, məsələn, gəldi, 3 nəfər gəldi, oturdu orada, sən də pult arxasında keçdin, yazdın, 70 manatın var idi. Yəni, heylə verilişdən də, yəni, studiya verilişləri, yəni adamların o hansı ki, bu gəlir, deyək ki, məsələn, deyək ki, siyasətlə bağlı və yaxud da deyək ki, kənd təsərrüfatı ilə, istənilən bir sahə ilə bağlı 3 dənə mütəxəssis çağırırsan, gəlir, oturur, danışır və çıxıb gedirlər. Onu da sən götürürsən, biraz montaj oyan, artıq şeylər gəzirsən, verirsən efirə 70 manatın var. Yəni, o nöqteyi nəzərdən, yəni sən istəsən orada, məsələn, yaradıcı veriliş isə tamam başqa idi. Məsələn, deyək ki, sən əgər bir tamaşa qoyursansa və yaxud da deyək ki, bir film çəkirsənsə, onun qanarları tamam başqa idi. Yəni, o nöqteyi nəzərdən.
Və mən inanın 2000 hardasa bu deyək ki 2007, 2008, 2009 baxıram, yəni görürəm ki, artıq bu Arif Alşanov gələndən sonra bu şərəfsiz. Baxıram ki, görürəm ki, nə qədər çalışırıq filan, yəni ayda 350 manatdan artıq qalmır. Mən əlavə dublyajda gedirdim və dublyajdan da hər ay heç almayanda 150 manat alırdım. Yəni ki, ayda 1-2 film dublyaj edirdim. Yəni o nöqtə, yenə 350-dən yuxarı. Sonradan bir nəfər mənə yaxın adamlardan biri dedi ki, burada tapşırılıb ki, təsəvvür edin, tapşırılıb ki, bir adama 350 manat civarında ondan yuxarı pul verilməsini istənilən adama. Qalan indi gedirsən, sən rayona gedirsən, ona bana gedirsən, məsələn, çal, çap, rüşvət al, nə istəyirsən elə qazana bilirsən. Qazana bilmirsənsə yoxdur. Və bugün də həmən o tendensiya davam edir və sadəcə olaraq bugün artıq İlham Əliyev hətta nazirləri və deyək ki, komitə rəhbərlərini də o şeyə salıb, o çərçivəyə salıb. Məsələn, konkret paket verirlər. Məsələn, deyək ki, bizim bir icra hakimi var idi. Bir dəfə onunla demişdim sizə Şəmkirdə. Adı nə idi? Şərəfsiz insanın biri idi. Yəni, Aslan Aslanovdan sonra adı yadından çıxır, Nizami idi, Nazim idi, nə idi? İndi onu ziyalı kimi təqdim edirlər. Yəni, şeylərdə artılar, yəni yaxşı kişi. Deməli, o bir dəfə bir yoldaş var idi, gedib onun yanına, o da deyib ki, yox, vallahi mən burada gündəlik mənə deyək ki, yəni paket verdilər, gündən 1000 manat verdilər. Mən ayrı heç bir şey təsəvvür edeyim. İcra başçısına gündən 1000 manat pul verirdilər ki, o ana heç nəyə burnunu soxmasın. Yəni, məhz bugün həmən o proses, həmən o proses gedir, təsəvvür edeyim.